Bir adam ki Allah'a inandı, onun ədalətine inandı, 124 min peyğəmbərin həqqaniyyətinə inandı, peyğəmbərlər davamçısı 12 imama inandı və ahirət gününə, haqq hesab gününə, qiyamət gününə inandı, bu insan müsəlmanlığın qapısından daxil oldu. Amma bu inam əməl olmasa fayda vermir. İnanmısan, çox sağ ol. İndi öz inamıva gərək əməl edəsən. Ayətullah Misbah-ı Yezdi sual veriblər, din nədir? Bunun çox tərifləri var. Bu ilahi hikmətləri açıqlamaq mümkündür. Buna elm çatmır, buna ağıl çatmır. İndi müəyyən qədər başa düşmək üçün bizim üçün açıqlanıb, amma həqiqəti çox böyükdür. Soruşublar, din nədir? Ağa cavab verir. Din, insanın və kainatın yaradanına inanıb, onun qoyduğu qanunlara əməl eləməkdir. Dindar. Dindar kimdir? Dindar, insanın və kainatın yaradıcısı olan Allah'a inanıb, burada qutarmır, ardı var, onun qoyduğu qanunlara əməl eləyəndir. Heç kəs müsəlman olmaz, mömin olmaz, əgər o qanunlara əməl eləmirsə. İnanmısan Allah'a, çox sağ ol. İndi sənin tələbatın nədir? Sənin vəzifən nədir? Bir nəfər deyir, mən həkiməm, heç kimi müalicə eləmir. Ona necə həkim deyərsən? Həkimin həkimliyi xəstənin üstündə çəkdiyi zəhmətlə, onun müalicəsi ilə ispat olunur. Bir nəfər deyir, mən müəlliməm, heç kimə dərs vermir, heç kimə heç nə öyrənmir. Ona necə sən müəllim deyərsən? Müəllimin müəllim olmağı o sinif otağında ispat olunur. İndi müsəlmanın da müsəlmanlığı, müminin də müminliyi onun əməli ilə ispat olunur. Adam var, deyir, Allah'a inanmışam, baxırsan əməlinə, hamı şeytan əməli. Bilirsən ki, bunun inamı saxtadır. Qur'an-ı Kərimin Bəqərə surəsində Allah Teala buyurur, və ma hum bi mu'minin və minən nasi mən yəqulu amennə billah və bil yevmil ahir. İnsanlardan bir qism var, elə o dövrdə. Deyirlər, biz Allah'a inanmışıq, ahirət gününə inanmışıq və ma hum bi mu'minin. Onlar inanmayıblar ya Peyğəmbər. Peki əməl yoxdur ya. Sənin inamlığı əməl sübuta yetirəcək. Odur, İslam dinin bənzədiblər bir dənə ağaca, inam onun kökləridir, əməl onun gövdəsi və budaqlarıdır. İnamı heç kim görə bilməz. Sən Allah'a nə qədər inanmısan, mən